Əməkdar artist Yusif Mustafayev bir gün verilişində qonaq olarkən həyatının ən az bilinən məqamları ilə bağlı maraqlı və səmimi etiraflar edib. Demokrat Azmillazı istinadən xəbər verir ki, sənətçi vaxtı ilə məşğul olduğu biznesin iflasa uğradığını açıq şəkildə dilə gətirib. Yusif Mustafayev bildirib ki, Gəncə illərində 9-cu mikrorayonda yerləşən və Tərlan adlanan Şadlıq Sarayının sahibi olub. O, həmin obyekti satdığını və əldə etdiyi pulla bacı qardaşlarını evlə təmin etdiyini deyib. Müğənni deyib ki, o dövrlərdə sənət adamlarının bizneslə məşğul olması dəb halını almışdı və onun da bu sahəyə marağı yaranmışdı. Əməkdar artist Şadlıq Sarayının təxminən 5-6 il işlətməsinə baxmayaraq sonradan bu işin ona uyğun olmadığını anlayıb. Gördüm ki, yox, alınmır. Çoxun dalınca qaçmaq olmaz. Çoxun çox dərdi var. Bu sənətdə olan bərəkət heç bir yerdə yoxdur. Hazırda daha sakit həyat tərzi seçdiyini deyən Yusif Mustafayev indi kənd təsərrüfatı ilə məşğul olduğunu vurğulayıb. Sənətçi təsərrüfatı ambarı olduğunu, oğulları Kənan və Tərlanın torpaq sahələrində taxıl, buğda əkdiklərini bildirib. Yığılan məhsulun ambara toplandığını qeyd edib. Əməkdar artist övladlarını məqsədli şəkildə kənd həyatına və zəhmətə alışdırdığını da etiraf edib. Onun sözlərinə görə oğulları 2 gündən bir növbə ilə təsərrüfata gedir, əkin-biçin işlərində iştirak edirlər. Balalarımı kəndə, təsərrüfata bağlamışam ki, zəhmətə alışsınlar. Bilirlər ki, palçığın içində əkin-biçin nə deməkdir. Sənətçinin bu açıqlamaları tamaşaçılar tərəfindən maraqla qarşılanıb və sosial şəbəkələrdə müsbət rəylər yazılıb.